camaat acından ölür yerdə. Nə dərman pulu tapılır, nə yemək pulu tapılır, heç nə tapamır camaat. Camaatın şəkər adam insülin vurur, yemək tapamır yeməyə bu şeydə. Və bu hökumətdə nəyə dururlar? Əzizlərim, ölkədə vəziyyət budur. Baxın, deyir ki, bunu Ağdərəli Paşa deyir ki, Şahəddin bəy, biz bunu bilirik ki, filan oyan bir an deyir, bunu sən bizə yolunu göstər. Mən də deyirəm ki, yolu budur, deyirsiniz ki, bu da filan kəs kimi istəyir ki, kanal demişdi 100 min olanda mən belə deyəcəm. Qardaşım, filan kəsin iddiası var. Mən sizlərdən biriyəm və istəyirəm ki, ölkəmdə qayda qanun olsun və mən istəyirəm ki, Hollywood sayağı həmən o şərurlu səndiyərdən bir film çəkim. Ki, yəni, dələduzlar münbit şərait olanda necə ki, o alaq-otu çayır və yaxud da deyək ki, xəstəlik münbit şərait olanda ki, başlayır şeyləməyə. Azərbaycan bu yolu gündədir. Yəni, o elə münbit şərait yaranır ki, dələduzlar üçün. Yəni, bu saat ancaq dələduzlar yaşayırlar Azərbaycanda. Qalan adamlar mümkün deyil. Yəni, o nöqteyi nəzərdən və mən bunun yolunu göstərirəm. Heç Ayvazoğlu TV-yə abunə olmayın, inanın, vicdanıma and olsun. Baxın, hər birinizin, məsələn, deyək ki, Nizami bəy, sənin ətrafında 10 dənə sənin kimi fikirləşən adam varmı? Mən istəyirəm ki, bunu biz təbliğ edəyək, əzizim. Bax, 10 dənə sənin ətrafında adam varsa, o 10 dənənin hər birinin də ətrafında səndən başqa 10 adam varsa, gəlin bunları fikirləşək. 10 dənə 10, bu eləyir 100, əziz qardaşlarım. Yəni, belə artır, belə çoxalır. Mən o nöqteyi nəzərdən dedim ki, əzizlərim, heç kim kravata uzanıb, Ayvazoğlu TV başladı, gəlin, salam Şahəddin bəy, necəsən filan, əlini də boynunun ardına qoyub, hərdən birinə yazıb filan eləməklə, əziz qardaşlar, biz İlham Əliyevi heç nə eləyə bilmirik.